Gürcüstanda avtomobil bazarında ciddi dəyişikliklər var. Yeni aksis rüsumlarının tətbiqi fonunda qiymətlərin artacağı, satışların isə kəskin azalacağı proqnozlaşdırılır. Proqnozlar qismən özünü doğrultmağa başlayıb. Köhnə avtomobillərin taleyi də əslində sual altındadır. Bəs bu proses region ölkələrinin bazarlarına necə təsir göstərə bilər? Məsələ ilə bağlı son vəziyyəti öyrənmək üçün indi Tbilisiyə bağlanırıq. Gürcüstan üzrə xüsusi müxbirimiz Ruslan Həsənov son məlumatları çatdıracaq. Ruslan, hazırda Gürcüstanda avtomobil bazarında vəziyyət necədir? Bu vəziyyətin region ölkələrinə tam olaraq necə təsir edəcəyini ekspertlər də dəqiq proqnozlaşdıra bilmirlər, lakin təsirsiz ötüşməyəcəyini desək yanılmarıq. Çünki Gürcüstan uzun müddət Cənubi Qafqaz və qonşu region ölkələrinin avtomobil təminatı portu kimi fəaliyyət göstərir. Əsas ixal və ixrac buradan həyata keçirilir. Avtomobillər regiona yönləndirilir və ehtiyat hissələri də burada saxlanılırdı. Lakin son aksis qaydaları ilə avtomobillərin qiymətləri əhəmiyyətli dərəcədə artıb. Gürcü ekspertlər bildirir ki, bu da satışların azalmasına səbəb olur. Ekspertlərin qənaətincə aksis rüsumlarının artırılması nəticəsində xüsusilə 6 ildən çox yaşı olan avtomobillər ciddi bahalaşıb. 6 yaş amilinin tətbiqi region ölkələrində də oxşar qanunlar qəbul edildiyi üçün köhnə avtomobillərin taleyində qeyri-müəyyənliyə yol açıb. Ekspertlər bildirir ki, mövcud tendensiya davam edərsə, hətta ən optimist ssenaridə belə avtomobil satışları 50%-ə qədər azala bilər. Bazarda qiymət artımı isə artıq 2000-2500 dollar aralığında müşahidə olunur. Ekspertlərə görə bazarda vəziyyət həm alıcılar, həm də satıcılar üçün mürəkkəbdir. Region bazarında Gürcüstanın rolunu qoruyub saxlamaq üçün uzun müddətli tədbirlər həcminin region ölkələri ilə əməkdaşlıq və bazar tənzimləmələri vacibdir. Eyni zamanda elektromobillərə marağın artması da ənənəvi, xüsusilə köhnə benzin və dizel avtomobillərinin bazarını zəiflədir. Bütün bu amillər birlikdə onu göstərir ki, Gürcüstanın avtomobil bazarı transformasiya mərhələsinə daxil olub. Yəni, bazar kiçilir, amma daha yeni və texnoloji avtomobillərə doğru istiqamətləndirir.